Sentyabrın 19-da Daxili İşlər Nazirliyi Nurçu təriqəti üzvlərindən 85 nəfər saxladığını açıqlayıb. Onların arasında Nurçu cərəyanının banisi, Səid Nursinin tələbəsi, Sunqurlar cəmaatının lideri Mustafa Sunqurun oğlu Nurullah Sunqur da var. Suudi Arabistan'a gittik 20 yaşımızda işte. Ondan sonra buraya döndük. İşte burada derslerle, şeylerle birkaç defa babamla Doğu seyahatimiz oldu. Təriqət üzvlərinin saxlanma xəbəri yerli media ilə yanaşı Türkiyə mediasının da diqqətini çəkib. Hələ ötən ilin aprelində Ərdoğanın Azərbaycana rəsmi səfərindən sonra da Nur cəmaatına qarşı təzyiqlər artmışdı. Sizin rəhbərlik etdiyiniz partiyanın Nurçuluqla bağlı olduğu söylənilir. Bizim öyle bir bağlantımız tabii söz konusu değil. Bizim tek bağlantımız milletle. Türkiyə mediası Azərbaycanın ehtiyatlı davranışını Türkiyədəki olaylardan qaynaqlandığını yazmışdı. Və biz indi nə görürük Türkiyədə? Türkiyədə görürük ki, bunlar real bir gücdülər, siyasi bir gücdülər. Bunlar hökuməti yıxacaq qədər güclüdülər. Və əgər bu gücə onlar Türkiyədə malikdirlərsə, niyə Azərbaycanda bu gücü göstərə bilməzlər? Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayılın fikrincə Nurçuluq indi təhlükəli olmasa da gələcəkdə problem doğura bilər. Biləsiniz ki, bu sunqurçuların birmənalı şəkildə siyasətdən kənar durmaqları var, tapşırılıbdır. Amma son anda nə istəyirlər Nurçularda? Hakimiyyətdə, dövlətdə şəriət dövlətinin qurulması. Bir ölkədə şəriət dövlətinin qurulması. Bu mənada təhlükəlidir. Amma indiki halda Nurçular Azərbaycanda təhlükəli deyil. İlham İsmayıl ölkədə baş verən son olaylara, özəlliklə həbslərə diqqət çəkir. Keçmiş Təhlükəsizlik Nazirliyinin əməkdaşı bildirir ki, demokratik düşərgəyə qarşı basqılar ölkədə siyasi İslamın genişlənməsinə imkan yaradır. Azərbaycanın da son vaxtlar sivil müxalifətinin demək olar ki, tamamilə zəiflədi, az qala yox edilməsinə, Avropa ilə münasibətlər, Avropaya bağlı dəyərlərlə bağlı olan insanların sıxışdırılması, bütün bunlar hamısını siyasi İslamın çox sakit, amma mütəşəkkil şəkildə böyüməsinə gətirib çıxaracaqdır. Daxili İşlər Nazirliyinin saxladığı 85 nəfər bir neçə saatdan sonra sərbəst buraxılıb. 2 nəfər barəsində həbs qərarı seçilib. Türkiyə vətəndaşları Sunqur Nurullah və Şenol Miqtat dini etiqad azadlığı haqqında qanunu pozma ittihamı ilə 2000 manat cərimələnib və ölkədən çıxarılıb. Olay zamanı evdə olan Zəkə Mirağayev mediaya açıqlamasında deyir ki, biz içəridə olanda polis və MTN əməkdaşları gəldi. Bizim üzvlərdən biri qapını gec açdığı üçün ona zor tətbiq edərək qapını açıb içəri daxil oldular. İçəridə olanların hamısı saxlandı və kitablar da müsadirə olundu. Bundan sonra bizi 2 avtobusa doldurub Yasamal rayon polis idarəsinə apardılar. Amerikada yaşayan Fəthullah Gülənin tərəfdarları, hizmətkarlarının paralel olaraq dövlət strukturlarında yerləşdirilməsi və son momentdə dövlətin istənilən strukturlarında bu və digər şəkildə fəaliyyət göstərmələrini, kataklizmləri yaşatmaqlarının belə də ki, bir çətinliklər yaratdı dövlət üçün və bu təbii ki, Azərbaycan dövlətinin özünü də, Azərbaycan hakimiyyətini də bir növ oyaq saldı. Türkiyə hakimiyyəti ilə Nurçulara yaxınlığı ilə seçilən Xidmət Hərəkatı lideri Fəthullah Gülen arasında yaşanan qalmaqaldan sonra ötən ildən Azərbaycanda da Nurçulara qarşı təqiblər artıb, Gülen cəmaatı ilə əlaqəli təhsil ocaqları da qapadılıb.